Xeyir olsun değerli dostlar, xoş gördük sizləri. Baxın evimizin qazı, işığı değerli dostlar. Suyu, hər bir şey qaydasındadır. Belə navesli bir evdir değerli dostlar. 2,5 sotun içindədir. 2,5 sotun içindədir. Keçək evimizin həyətindən də tanış olaq. Çox gözəl, geniş belə bir həyəti var. Maşın baxın yoldan düz birbaşa navesinin altına girir. Keçək evimizin həyəti. Aşağı tərəfində də bax belə bir geniş yeri var değerli dostlar. Gördüyünüz kimi pəncərələrdə öz həyətinə baxır. Evimiz gözəldir değerli dostlar. Super bir şəxsi özünə tikilmiş bir evdir. Fundament betondur değerli dostlar. Evimiz 5 daş kürsülüdür. Evimizin içərisindən də tanış olaq değerli dostlar. Gördüyünüz kimi, keçən kimi belə bir koridoru var değerli dostlar. Evin qapısı adı qoyulmayıb, qalan 80% işler görülüb. İsti poldu değerli dostlar. Bakın gördüğünüz gibi mətbəx hissəsidir. Belə bir isti polu var. Burası sanitar və asansör qovşağıdır değerli dostlar. Gördüğünüz kimi. Çoxdan tikilən evdir değerli dostlar. Bir 10 il, 15 il bundan qabaq tikilən evdir. Bu da evimizin bir yataq otağıdır. Burası ikinci bir yataq otağıdır değerli dostlar. Burası da evimizin qonaq otağıdır. Geniş belə bir qonaq otağı var gördüğünüz kimi. Kombi xətlərinə kimi çəkilib, isti poluna kimi çəkilib değerli dostlar. Evimizin qiyməti isə 49.000 manat deyilir. İnşallah reallıq olsa endirim də olunacaq. Allah alana da satana da xeyir versin inşallah. 5 daş kürsü evin qapısına kimi qoyulub 9 il.